zehnimiz ümumiyyətlə filtrləmə mexanizması ilə işləyir. Yəni bir fokus mexanizması ilə işləyir. Yəqin ki, məsələn, fikir vermisiniz də, siz birdən-birə nə isə məsələn arzulamağa başlayırsınız. O artıq sizin fokus maraq dairənizə düşdüyünə görə başlayırsınız onu hər yerdə görməyə. Düzdür? Maşınlarda falan. Hə, maşınlarda, tutaq ki, siz məsələn bu gün biz niyyət eləyək, deyək ki, çıxaq çölə sarı Mercedes görək də məsələn. Sarı Mercedes normalda nə qədər görə bilərik ki, amma çıxın çölə axtarsaz görəcəksiniz. Çünki artıq o ümumiyyətlə bizim zehnimiz bizə ancaq vacib olanı filtrləyib önümüzə qoyur. Yəni biz deyirik, baxmaq və görmək eyni şey deyil də. Yəni biz hər şeyə baxırıq, amma biz hər şeyi görmürük ki, bu da normaldır, bu da yaxşı ki də görmürük. Yoxsa dəli olarıq. Bu da məlumatlı. Mümkün deyil. Yəni zehin filtrdən keçirdi. Məsələn, təsəvvür edin, siz bura gələnə qədər kim bilir nələr görmüsünüz də. Maşın, avtobus, insan, səs, hava, hər şey. Və zehnimiz hamısını filtrdən keçirdir və Aytan xanım böyük ehtimal ki, bura gələndə yəni heç nə yadınızda deyil. Və bu yaxşıdır. Hamısı yadınızda olsa görün siz nə